gördük dəyərli izləyicilər. Mendeleyev-Clapeyron tənlinə aid belə bir maraqlı sualın izahını verək. Sual belədir ki, sabit həcmdə ideal qazın bir haldan iki halın keçməsi üçün onun kütləsini necə dəyişmək lazımdır? Bu məsələni həll etmək üçün Mendeleyev-Clapeyron tənliyindən istifadə etmək lazımdır. Yəni PV bərabərdir kiçik m bölünsün böyük m vurulsun RT. Nü RT idi. Sadəcə nü'nün yerinə qazın kütləsi bölünsün molekül kütlə yazdım. Daha sonra bir haldan iki halına keçdikdə biz diqqət etməliyik ki, hansı kəmiyyətlər sabit qalıb, hansı kəmiyyətlər dəyişmişdir və neçə dəfə dəyişmişdir. Demək, bu izotermik prosesdir. Yəni, bir-iki prosesində temperatur sabit qalıb və digər tərəfdən həcmin də sabit olduğunu buradan şərtdə verib. Yəni, özü verib və biz də nəyi müəyyən etdik? Qrafikdən də görünür ki, temperatur sabitdir. Demək, həm temperatur, həm də həcm sabitdir. Bunları nəzərə alaraq P-nin buradan düsturunu yazaq. Dəyişən isə P-dir. P neçə dəfə dəyişib? 200-dən 100-ə gəlib, yəni 2 dəfə azalıb. Onda yazıram P bərabərdir. M vurulsun, demək, RT bölünsün VM. Bizim üçün burada şərtdə qeyd etmişdik ki, sabit həcmdə V sabitdir. T-ni qrafikdən tapdıq ki, sabitdir. R ümumiyyətlə sabit kəmiyyətdir, yəni universal qaz sabitidir. M, yəni molekül kütlədə verilmiş qaz üçün sabit bir kəmiyyətdir. Ona görə də biz buradan nə alırıq? Alırıq ki, həcm kütlə ilə mütənasibdir. Başqa sözlə, burada təzyiq, üzr istəyirəm, kütlə ilə mütənasibdir və burada təzyiq 2 dəfə azalması üçün kütlə də 2 dəfə azalmalıdır. Yəni, P-nin 2 dəfə azalması üçün M də 2 dəfə azalmalıdır. Cavab eləyir burada 2 dəfə azaltmalıyıq. Yəni, cavab eləyir B variantı. Bəyənib abunə olmağı unutmayın. Növbəti video dərslərdə görüşənə qədər. Çox sağ olun.